Salam dostlar, ümid edirəm hər biriniz yaxşısınız. Bugünkü videoda mən sizlərə IPv4 paket haqqında məlumatlar verəcəm. Gəlin ilk öncə OSI layer'da bunun hansı mövqedə yerləşdiyinə baxaq. Gördüyünüz kimi mən burada enkapsulyasiya prosesini təsvir etməyə çalışmışam. İlk öncə application layer'da bir data olur, HTTP data. Daha sonra düşülür layer 4'də, transport layer'da bunun üzərinə TCP header əlavə olunur və segment yaradılır. Daha sonra enilir network layer'a və bunun üzərinə IP header əlavə olunur və paket yaradılır. Daha sonra enilir layer 2'ya və bunun üzərinə Ethernet header əlavə olunur və Ethernet frame yaradılır. Ethernet frame də öz növbəsində physical layer'da sıfırlar və birlər formasında hədəfə ötürülür. İndi isə keçək Ethernet frame'ə. Ethernet frame'in üzərində çox dayanmayacağım. Əsas bir hissə var, onu sizə bildirmək istəyirəm. Burada fikir versəz, payload hissəsi var. Payload hissəsində bizim IP paketi olur. Və bu hissə minimum 46, maksimum 1500 byte həcmə malik ola bilər. Bura yenidən mən istinad edəcəm. İndi isə gəlirik IP paketə. IP paketi özü iki hissədən ibarət olur. İlk hissəsi IP header'dır. İkinci hissəsi isə data hissəsidir. Header hissəsi minimum 20 byte ölçüsünə sahib ola bilər. Siz fikir versəz görə bilərsiniz ki, burada sətirlər var və bu sətirlərin hərəsi 32 bitdir. Gəlin sayaq, 1, 2, 3, 4, 5, 6 sətir var. Bu 6 sətirdən sonuncu, yəni IP options hissəsi əsasən istifadə olunmur. Buna sonlara yaxın yenidən də değinəcəm. Digər 5 sətri isə hərəsi 32 bitdən eləyir 20 byte. Və sona qalır data hissəsi. Bayaq bildirmişdim ki, bu IP paket özü Ethernet frame'in payload hissəsində olur. Burada. Və burada isə minimum 46 byte yerləşdirilə bilər. Header 20 byte olduğu zaman data hissəsi də minimum 26 byte olmalıdır ki, bu payload hissəsini yerləşdirilə bilsin. Əgər ki data hissəsi boş olarsa, bu zaman random məlumat ilə doldurulur və buna da padding deyilir. Bura kimi aydın oldusa, gəlin keçək artıq IP paketin headerini araşdırmağa. İlk qarşımıza çıxan hissə versiya hissəsidir. Versiya hissəsi 4 bit həcmə malikdir. Və bu hissədə internet protokolunun versiyası təyin olunur. İndi biz burada IPv4 araşdırırıq və burada təbii ki 4 yazılacaq. Əgər ki 6 araşdırsaydı, təbii ki IPv6'da header tamam başqa cürdür. O zaman 6 yazılacaqdı. Yəni version həm IPv4'də həm də 6'da var. Daha sonra gəlirik header length hissəsinə. Header length hissəsi də 4 bit həcmə malikdir. Header length hissəsində IP paketin header'ının ölçüsü təyin olunur. Yəni yazılır. Header length hissəsi 5 və 15 arası qiymət alır. Bunun səbəbi odur ki, bu 5 və 15 bloklardır. Hər blokda 32 bit məlumat saxlanıla bilir. Fikir verin, burada 1, 2, 3, 4, 5, 6 ədəd hissə var. Yəni sətir var. Bu sətirlərin mən bayaq qeyd etmişdim ki, biri istifadə olunmur. IP options əsasən bu istifadə olunmur. Digər 5 isə mütləq istifadə olunur. Və header length hissəsində 5 yazılması o deməkdir ki, bu 5 dənə blok istifadə olunur və hər blok 32 bit təmsil edir. 32 vurulsun 5-dən də biz bilə bilərik ki, burada tam olaraq 20 byte yazılacaq. Maksimum isə dediyim kimi 2 üstü deməli 4'dan burada 16 ola bilər. Bir çıxdıqda isə 15. Yəni 15 blok ola bilər. Bu 15 bloka nə zaman ehtiyac olur? O zaman ehtiyac olur ki, IP options hissəsində hər hansı bir məlumat saxlansın. Yəni IP options hissəsində hər hansı bir məlumat olanda artıq 20 byte olmur. O artır. 20 byte artdığı zaman da artıq blokların sayı artır. Ümid edirəm bunu sizə izah edə bildim. Qısaca yenidən desəm, header length hissəsində header'ın ölçüsü saxlanılır və bu minimum 20 byte ola bilər. 20 byte da 5 bloka
təkamül eləyir. Maksimum isə 15 blok ola bilər. Yəni burada 15 yazıla bilər. İndi isə gəlirəm növbəti hissəyə. Növbəti hissə type of service-dir. Mən bunu iki yerə ayırmışam. DSCP və ECN olaraq. Gəlin bir aşağı düşüm və burada qeydlərdən baxaraq sizə daha rahat izah etməyə çalışacağam. Aha. Ümumi olaraq 8 bitdir. Type of service hissəsi. Bu köhnə adı ilə belə imiş. Və bu əsasən QoS, yəni keyfiyyətə nəzarət üçün istifadə olunur. İlk öncə baxaq DSCP hissəsinə. DSCP hissəsində prioritet təyin olunur. Yəni, əgər ki, paketin prioriteti trafikdə yüksəkdirsə, həmin paketə, necə desəm, yol verilir də. O daha öncə göndərilir. Misal üçün, VoIP-də yazmışam ki, burada prioritet daha yüksək olur. Nəinki fayl yükləmək zamanı. ECN isə sadəcə xəbərdarlıq üçündür. Yəni trafikdə əgər ki gecikmə varsa, tıxanma varsa xəbərdarlıq üçün istifadə olunur ECN. Və burada mən ölçülərini yazmışam. DSCP 6 bit, ECN isə 2 bit həcmə malikdir. Daha sonra gəlirik total length hissəsinə. Total length hissəsi IP paketin ümumi həcmini təyin edir və 16 bit həcmə malikdir. Bu haqda nə deyə bilərəm sizə? Total length'in minimum ölçüsü deməli 46 byte ola bilər. Maksimum ölçüsü isə 65535 ola bilər. Yəni minimum 46 olmasının səbəbi çünki IP paketdə dediyim kimi burada 46 byte'dır. Yəni minimum burada 46 byte yerləşdirilə bilər, ona görə 46 ola bilər. Maksimum isə dediyim kimi burada ola bilər 65535. Daha sonra gəlirik identifikasiya hissəsinə. İdentifikasiya hissəsi nə üçün istifadə olunur? Paket trafikdə göndərilən zaman həmin paketin ölçüsü böyük ola bilər və onun göndərilməsi üçün trafik üzərində paket müəyyən fraqmentlərə, yəni hissələrə bölünə bilər. Bu hissələrin hansı bütövün parçası olduğunu təyin etmək üçün identification istifadə olunur. Misal üçün, burada baxın mən yazmışdımsa göstərərəm sizə. Yəni, burada qeyd etməmişəm, amma olsun. Fikir verin, burada fraqment yazmışam. 3 dənə fraqment var. Tutaq ki, paketin ölçüsü çoxdur. Tutaq ki, 4000 byte'dır və hissələrə bölünüb. 3 hissə var. Bu 3 hissənin hansı bir bütövün parçaları olduğunu, yəni 3 fraqmentin hansı paketin hissələri olduğunu təyin etmək üçün ora bir ID verilir. Yəni identifikasiya nömrəsi. Misal üçün, bu 3 paket, bu 3 fraqment eyni paketə aiddir deyə burada yazılacaq tutaq ki 5555 hər üçündə. Və buna əsasən bilinəcək ki, bu fraqmentlər hansı paketə aiddir. Bu hissədə bu qədər sadə. Sonra gəlir flux hissəsi və bu 3 bit həcmə malikdir. Flux hissəsində 3 hissə var, yəni 3 bit var. İlk bit ehtiyac üçün saxlanıb, o istifadə olunmur. İkinci bit df, yəni don't fragment deməkdir. Bu nə üçün istifadə olunur? Əgər ki, paketin ölçüsü böyüdürsə, misal üçün mən burada yazmışdım 4000 byte. Əgər ölçü böyüdürsə, bu halda don't fragment 1 olsa, bu paket şəbəkə üzərində fragmentlərə bölünə bilməyəcək. Və bölünə bilmədiyi üçün router paketi drop eləyəcək və geri ICMP mesajı göndərəcək. ICMP mesajını sizə dəqiq deyim, tam unutmuşam. Okay, tapdım. Fragmentation needed adlı bir ICMP mesaj göndərəcək. Gəlin ona baxaq. Fikir verin, bayaq dediyim deyir. Əgər şəbəkə üzərində paket fragmentlərə bölünə bilmirsə və ölçüsü böyüdürsə, bu halda router onu drop eləyir. Gəlin buradan baxmağa çalışaq.
Fikir verin, burada Internet Control Message Protocol, yani ICMP'de Type 3 Destination Unreachable, Kod 4 Fragmentation Needed yazılıb. Və MTU of Next Hop 1500 yazılıb. Yəni paketimizin ölçüsü 4'ün olsa və Next Hop'da MTU 1500 olsa, bu halda məcburdur ki, paket fragmentlərə bölünsün və DF hissəsində 1 yazılsa, bu onun fragmentlərə bölünə bilməyəcəyi mənasına gəlir. Paket fragmentlərə bölünə bilməyəcək və trafikdə göndərilə bilməyəcək. Növbəti hissə isə, yəni 3-cü hissə MF-dir, yəni More Fragments. Bu isə fragmentlərin hələ ardı olduğunu deyir. Misal üçün, burada 3 dənə fragment varsa, birinci fragmentdə 1 MF hissəsində, ikinci fragmentdə yenidən 1 olacaq, üçüncü fragmentdə isə 0 olacaq. Yəni sonuncu fragmentdə MF hissəsi 0 olur. İndi isə gəlirik fragment offset hissəsinə. Bayaq artıq mən fragmentin isə nə olduğunu dedim. İndi isə fragment offsetin nə olduğunu deyim. Baxın, birbaşa ilə praktika üzərindən mən sizə bunu izah edəcəm. Paket 4000 byte'dır. Bu 4000 byte MTU-ya görə birbaşa göndərilə bilmir. Çünki MTU 1500'dür. Ona görə hissələrə bölünməlidir. Və 3 hissəyə bölünür. 1480, 1480 və qalan hissə. Bu hissələri mən göndərən zaman hansı fragmentin birinci, hansının ikinci olduğunun təyin olunması üçün orada müəyyən offset olur ki, bu paketi hər hansı bu X offsetdən sonra yaz. Misal üçün, mən burada çəkərək sizə göstərim bunu. Bu formada təsəvvür edin. Burada bu formada hissələrə bölünür. Bunlar da offsetlərdir. Birinci hissə gəldi. Birinci hissə bu fragment, paketin birinci hissəsi. Yəni birinci fragmenti. 0-cı offsetdən başlayır. 0-cı offsetdən başlayır, gəlir bura kimi. 1400 byte yazılır. Bu da edir 185-ci offset. Daha sonra bu hissə keçilir yenidən, gəlir bura kimi. Burada isə olur 370. Yəni ilk hissə 0-cı byte-dan yazılır. Yəni daha 0-cı offsetdən yazılır. İkinci hissə 185-ci offsetdən yazılır. Üçüncü hissə isə 370-ci offsetdən başlayaraq yazılmağa başlayır. Və bu offsetlər 8 byte-lı blokları ilə ölçülür. Yəni orada 185 yazılıbsa, bu o deməkdir ki, 185 vurulsun 8. Ümid edirəm bu hissəsi sizə aydın oldu. Yəni orada birbaşa byte-la yazılmır da. Offset həmin byte-ı 8-ə bölüb sonra yazılır. Keçək növbəti hissəyə. Gəlir indi TTL-ə. TTL time to live deməkdir. Layer 3 loop'un qarşısının alınması üçün istifadə olunur. TTL dəyəri 8 bit həcmə malikdir. Əməliyyat sistemindən asılı olaraq dəyişə bilər TTL. Burada mən qeydiyyat aparmışdım bu haqda. Linux'da 64, Windows'da 128, Cisco'da 255 ola bilər. Bəs TTL nədir? TTL odur ki, bizim paket hər layer 3 cihazdan keçəndə, tutaq ki, hər routerdan keçəndə 1 byte azalır. Tutaq ki, 255, növbəti hopda 254, 253, belə azal-azal gedir. Bu isə paketin müəyyən bir səhv olduğu zaman şəbəkədə sonsuz dövr olunmasının qarşısını alır. Yəni tam olaraq bunun üçün istifadə olunur. Əgər ki, TTL-i biz 4 təyin eləmişiksə və 4 dənə routerdan keçirsə, axırıncı routerda bu 0 olacaq. Router paketi drop eləyəcək, çünki TTL 0 oldu. Drop olunduğu zaman da geri time exceeded mesajı göndərəcək. Gəlin bu mesajı da baxaq. Bizə tam aydın olsun. Yəni qısaca desəm, layer 3-də loop'un qarşısını almaq üçün istifadə olunan bir hissədir. Wireshark'dan baxmaq istəyirdim buna. Nəsə yaxşı tapmadım. Burada desəm var.
Fikir verin. Type 11 time to live exceeded there. Kod 0 time to live exceeded in transit. Bu formada Wireshark'da bunu baxıb görmək olar. İndi isə gəlirik növbəti hissəyə, yəni protokol hissəsinə. Protokol hissəsində daha üstdə, yəni daha üst layer'da istifadə olunan protokol yazılır. Daha üst layer transport layer'dır və burada ola bilər TCP ya UDP bu kimi protokollar. Bu haqda aldığım qeydlərə baxaq. Fikir verin. 8 bit olur protokol hissəsi. Məsələn, TCP-ni təmsil edən ədəd 6-dır. UDP-ni təmsil edən ədəd 17-dir. Bu formada ikili say sisteminə çevrilib yazılır. Daha sonra header checksum hissəsi var. Header checksum paketdə bir növ hər şeyin yolunda, qaydasında olduğunu yoxlayan hissədir. Texniki olaraq desəm, IP paketinin pozulmasının qarşısını alır. Yəni, hər routerda paketin header checksumu yenidən hesablanır və hazırda olan header checksumla müqayisə olunur. Əgər eyni deyilsə, paketin pozulduğu qənaətinə gəlinir. Və hər dəfə router paketi göndərən zaman header checksum yenidən hesablanmalıdır. Çünki TTL hər routerdan dəyişir. Yəni bir vahid azalır deyə header checksum yenidən hesablanmalıdır. Çünki IP paketinin header'ı dəyişir. Bu da bu formada. Yəni orada müəyyən bir formula əsasən hesablanır o. Riyazi bir formula var, ona əsasən hesablanır. Gəlirik source və destination IP-lərə. Bu çox güman ki, artıq hamımıza məlumdur və ən rahat hissə budur. Source IP mənbənin IP-sini təyin edir, 32 bit uzunluğunda olur. Destination IP isə hədəf IP-ni təyin edir və 32 bit uzunluğunda olur. IP options hissəsi isə günümüzdə istifadə olunan bir hissə deyil. Buna əsasən firewalllar bloklayır. Müəyyən təhlükəsizlik səbəblərinə görə əsasən istifadə olunmur. Yəni istəkdən asılı bunun istifadə olunması. Aşağıda qeyd etmişəm bu haqda. Məsələn, routu qeydiyyata almaq üçün istifadə oluna bilər. Belə. Və burada yazmışam ki, routerun CPU-suna yükünü artırır. Bu yük artığı üçün də istifadə olunması tövsiyə olunan deyil. Ən sonda isə gəlirik data hissəsinə. Data hissəsində daha üstdə olan bir növ məlumat saxlanılır. Misal üçün TCP header data hissəsinin daxilində olur. Burada və yaxud UDP header data hissəsinin daxilində saxlanılır. Ümid edirəm ki, ümumi olaraq sizə bu aydın oldu. Gəlin bir daha üstündən keçək. Versiya internet protokolunun versiyasını təyin edir. Header length, header'ın uzunluğunu, yəni ölçüsünü təyin edir. 4 bitdir. DSCP və ECN keyfiyyət yoxlaması üçün istifadə olunur. Ümumi olaraq 8 bit yer tutur. Total length IP paketin ümumi həcmini təyin edir. Identification fragmentlərin hansı paketin hissəsi olduğunu göstərir. Flags hissəsi 3 bitdən ibarətdir. Bu bitlərdən biri ehtiyac üçündür. Digəri DF, yəni don't fragmentation'dır. 1 olduğu da fragmentasiya oluna bilmir, 0 olduğu da fragmentasiya oluna bilər. Digəri isə MF'dir. Burada isə fragmentlər hamısı 1 ilə işarələnir, sonuncusu 0 ilə işarələnir. Bu isə fragmentlərin hələ arda olduğu mənasına gəlir, yəni 1 ilə işarələnməsi. Fragment offsetdə paketin hansı offsetdən başlayaraq yazılacağı təyin olunur. TTL hissəsində time to live'dir. Layer 3 loop'un qarşısını alınması üçün istifadə olunur. Hər layer 3 cihazdan keçəndə bu 1 byte azalır. Protokol hissəsi daha üst layer'da olan protokolu təyin etmək üçün istifadə olunur. Header checksum hissəsi paketin header'ının, IP paketin header'ının bütövlüyünü yoxlamaq üçün istifadə olunur.
və hər router'a gələndə yenidən hesablanır. Source IP və destination IP mənbə və hədəf IP-lərdir. IP options istifadə olunmur. Çox vaxt firewalllar tərəfindən bloklanır, əgər bu istifadə olunan paket varsa. Data hissəsi daha yuxarıdakı layer haqda məlumat daşıyır. Bu ola bilər TCP haqda və ya UDP haqda. Bunu mən sizə burada göstərmişdim. Misal üçün bu hissə gəlir əlavə olunur dataya. Bura datadır. Gəlin indi isə biz Wiresharkda bir nümunəyə baxaq və bununla da artıq videonu yekunlaşdıraq. Burada görə bilərsiniz ki, Ethernet 2 burada bir frame var. Source MAC adresdir, destination MAC adresdir burada. Daha sonra gəlir Internet Protocol version 4. Source IP'dir burada, destination IP'dir və burada yenidən başlayır. Version 4, header length 20 byte. Baxın, sizə dediyim məsələdir. 5 blokların sayıdır. Yəni 5,32 eləyir 20 byte. Bu isə o mənaya gəlir ki, header-da IP options hissəsi boşdur. Daha sonra burada mən sizə nəyə göstərə bilərəm? Transportda gəlib baxaq. Total length hissəsi 100-dür. Buradan biz o nəticəyə gələ bilərik ki, data hissəsi bizdə 80 byte həcmi malikdir. Identification 0, yoxdur identification, yəni fragmentasiya yoxdur deyə bu 0-dır. Flaglar no setdir, hər üçün no setdir. Yadınızdadsa bu iki flag fragmentation üçün idi. Fragmentasiya da burada yoxdur, çünki paketin ölçüsü yəni böyük deyil. Fragmentasiyaya ehtiyac yoxdur. Time to leave dəyəri 255-dir. Protokol ICMP-dir. Yəni daha üst layerdəki protokol ICMP-dir. Bunun kodu 1-dir. Header checksum var burada. Source adres yazılıb. Destination adres yazılıb. Bunları biz hərəsinə baxmışdıq. Hərəsi 32 bitdir. Bu formada. Başqa da heç nə dostlar. Ümumi olaraq biz bu dərsdə IPv4 protokolu haqqında, daha doğrusu IPv4 paketi haqqında xeyirli məlumatlar əldə etdik. Ümumi olaraq burada biz nələr öyrəndik, mən sizə onları deyim. IP paketin headerları haqqında bizdə məlumat yarandı. Və artıq bunları özümüz izah edə biləcək formaya gəldik. Wiresharkda bir nümunəni analiz elədik. Və bununla da artıq istəyirəm ki, videonu yekunlaşdırım. Çox sağ olun dinlədiyiniz üçün. Hər birinizə uğurlar.